Şəhid övladları üçün təşkil olunan Yaşat düşərgəsinin növbəti günü də iştirakçılar üçün maraqlanlarla yadda qalıb. Uşaqlar arasında parkur yarışları keçirilib, müxtəlif maneələri dəf edən azyaşlılar çeviklik və komandada işləmək bacarıqlarını nümayiş etdiriblər. Daha sonra isə Belə-belə işlər layihəsinin baş direktoru Səbinə Məlikova ilə görüş keçirilib. Görüş çərçivəsində düşərgə iştirakçıları jurnalist peşəsi ilə yaxından tanış olub, müsahibə alma prosesində özlərini sınayıblar. Qeyd edək ki, bugün düşərgənin 3-cü həftəsinin son günüdür. Düşərgədə 10-11 yaşlı 53 şəhid övladı iştirak edir. Burada hər gün, hər saat qəşəng əyləncələr keçir. İndi də parkur idman idi. Mən də burada parkur eləydik. Mən parkurdan keçə bilmədim, çox üzüldüm. Çox həzanlıyam. Düşünürəm ki, axıra qədər gedəcəm. Qorxmazsan? Qorxuram, amma yenə də özümü saxlayacağam. Biraz çətin yerlər də var idi, asan yerlər də var idi. Bu axıncı yerdən zövq aldım. Bu yay artıq 5-ci Yaşat düşərgəsini həyata keçiririk və bugün 3-cü həftənin bağlanış mərasimində toplaşmışıq. Hər həftə yeni yaş qrupları, yeni uşaqlar qonaq qismində bu düşərgədə iştirak edirlər, əylənirlər, öyrənirlər. Çalışırıq ki, onların burada keçirdikləri bir həftə ömürləri boyunca unudulmasın. Növbəti həftədən artıq yeni qrupumuz düşərgəyə təşrif buyuracaqdır. Onlarla da bağlı çox maraqlı planlarımız, çox maraqlı bir proqramımız var.